Biz burada kartov əkirik, deyirlər, sahələrinizdən də nəşə bitməsini istəyirsiniz. Gəlin sığışın. Və yəni xox, təhdid, yəni belə də çıxılmaz bir vəziyyətdəyik. Hədə qorxu. O günləri getmişik ora, gəldilər Allaha and olsun. Öyle bir video çəkilişlər də var. Telefonda video çəkilişlər var. Öyle bir sanki hücum eləyirlər. Bir uşağı götürürlər, qutqasını cırırlar, təpəsinə döyə-döyə aparırlar, niva doldururlar. Vırıt bu getdi, vırıt bu getdi. Belə şey olmaz. O qardaşlar nə deyirdi? Sən amca bir dənə bamon da aparmışdı. İstirəm analarımızda. Polisdə bir dənə otaq var. Biri var orada deyir, mən müharibə iştirakçıyam, 8 medalım var. Şərəfsizin yekəsidir. Cavan oğlandır, əsli də bu Xaçbulaqdandır, bilmirəm kimin oğludur. Deyir ki, bu otaq üzü istirəm analarımızda. Bu otaq belə-belə işlərdən ötürüdür. Sizi burada bir belə eləyəcəyik. Qolumuzu burmaq, zorakılıqla aparmaq, polisin hamısını səhra geyim formasında töymək. Biz terrorist dölük, oğraş dölük, ciqan dölük, narkoman dölük, alkaş dölük. Zülüm çəkirik də burada. Günümüzə bax, hələmizin 36-37 yaşımız var üzü istirəmamızdan. Ailə qura bilməmişik. Başımız dünməqabbaq ağarıb burada zülüm çəkməkdən, it kimi eşələnməkdən zibillikdə. Aparırlar, soxurlar ora qardaş. Deyir, bax mən bəri başdan deyirəm, yəni aparıb sabah bizim başımıza yəni ola bilər ki, nəsə işlər gəlsin. Yəni bəri başdan deyirəm, hamınız biləsiniz. Aparacaq deyir, məhlənizdən avtomat çıxacaq, civinizdən nə işə çıxacaq. Nə bilim, kiminsə dadası, anası yüngül bu xadiməçiliksə, nökərçilik, hamballıq işində daha 250-300 manata hədəlirlər, onlar işdən çıxardacaq. Yapar biri var orada, bilmirəm adı neydi onun, Xaçbulaqdan kiminsə oğludur. Yəni üzdən görsəm tanıyaram, birinci səfər görürəm, deyir mən əməliyyatçıyam, 18-20 yaşı olar. Deyir ki, yəni bu otağı göstərir, deyir, sizi aparırıq bu otağı, orada sizi belə eləyəcək. Yəni bilirsiniz, üz istəyirəm anamızdan, analarımızdan, yəni açıq ifadə eləmək olmur. Biz nə varmışıq sizi belə eləyək, anana sataşmışam, bacına sataşmışam, biz nə uğraşdıq sahibiyik ki, siz bir elə şeyləri təklif eləyirsiniz axı. Hansı ki, kişiyə yaraşmayan ifadələr bizim üzümüzə çəkirlər ki, sizin çalvarınızı çəkib belə eləyəcək, yenə üzü istəyirəm dönə-dönə hamıdan. Biz yəni elə şeyə qadir oğlanlarıq. Sən mən orada nəsə eləyə bilərsən. Gələcək üçün başını qoyacam bıçağın baltanın altına, bir cinayətkar da buradan yarandı. Özünüz buna adamı vadar eləyirsiniz, məcbur eləyirsiniz. Daşkəsən rayonunda elə bir vəziyyət yaradıblar. O vaxtı, yəni Vətən müharibəsi başlayanda biz deyirdik ki, Erməniyə güc göstərəcəyik. İndi Daşkəsən rayon polis şöbəsinin əməkdaşları bizə deyir, siz polisi zəif bilməyin. Polis çox güclüdür. Əgər o polis elə güclüydüsə, güclərini Erməniyə göstərərdilər, bizə yox. Məni şəxsən aparıblar, salıblar polis şöbəsinə. Heç bir haqqım, hüququm olmadan. Saat 11-də olmuşam mən Daşkəsən rayonunun Xoşbulaq kəndində, bütün kəndin şahidçılığından. Saat 1 radələrində geyib girmişəm Daşkəsən rayon polis şöbəsinə. Şöbədə məni fırlayıblar, saxlayıblar saat 6-ya. Yanımda 4 nəfər yoldaş getmişdi. Yoldaşlardan təhliyəndən sonra məni salıblar bir otağa. 4 nəfər polis əməkdaşı məni döyüblər, yıxıblar, işgəncə veriblər, kalistokumu boğazımdan çıxardıblar. İşgəncə verəndən sonra mənə tutub 12 sutka həbs veriblər. Mən deyir polisə müqavimət göstərmişəm. Mən dəli olmuşam ki, Daşkəsən rayon polis şöbəsində polisə müqavimət göstərim. İndi bunu nəyə görə eləyirlər? Ona görə eləyirlər ki, Daşkəsən rayonunda haqqını, hüququnu tələb eləyən, məsəl üçün, dünənə kimi bax o barıdan bəri sürülərə satırdılar. Deyirdilər ki, Bəylər müəllimgilin yeridir. Bəylərgilin adından istifadə edirdilər. Bax oradan bəri kəndin heyvanı çaydan bəri çıxa bilməzdi. Orada əkin sahəsi yaratmışıq. 1000 manat mənə cərimə yazıblar. 1000 manat Bağırov Ruziyə cərimə yazıblar. İkinci Qarabağ müharibə iştirakçısı Bağırov Ruzi Rasimoğlu. Qardaş, bizim kənddə, bizim rayonda Allaha and olsun elə bir vəziyyətdir ki, demək olar ki, kəndçi kimi yaşaya bilmir. Biz kənddə təsərrüfatla, əkinlə, tikinlə dolanırıq. Kənd ətrafı yerlərin hamısını Əhəd Abiyev satıbdır. Həriyə bir sərəncam verib, həriyə bir sənət verib. Cəmaət qalıb qarşı-qarşıya, üzbə-üz. Heç nədən millət bir-birinə girir. Belə bir şeyim olur, əkin əksən cərimə yazırlar. Heyvan çıxarırsan otaq sahəsində tutub aparıb döyə-döyə soxurlar içəri. Cərimə yazırlar. Qalmışıq çıxılmaz bir vəziyyətdə. Bu barədə neçə dəfələrlə Bakı şəhərinə getmişik. Müəyyən bir yerlərdə olmuşuq. Prezident aparatında, Mehriban xanımın qəbulunda yüksək rütbəli şəxslər bizi qəbul edib ki, bu məsələlərlə maraqlanacaq. Hər səfər gəlmişik, gələndə burada bizə əks təsir göstəriblər. Əksinə tutub içəri salıblar. Cərimə yazıblar. Bu haqsızlıq, bu ədalətsizlik nə qədər kimi davam eləyəcək? Gəlin maraqlanaq, kənddə görək neçə şəhid ailəsi var. Hansı birinin adına 2 sot həyət yanı torpaq sahəsi var? Yoxdur. Bu da hektarlarla satıbdır. Güya deyirlər ki, prezident aparatında yüksək rütbəli şəxs var. Bəylər evi qohumlarındandır, nə bilim kimindir. Hərənin adına bir sərəncam verib
cəmaatı çıxılmaz vəziyyətdə qoyublar. Əlavə olaraq da bax nəzərinizə çatdırım ki, cəmaatın öz cibinin vəsaitindən aldığı su durbaları Allaha and olsun söküb aparıb satıblar. Doğrayıb aparıb satıblar. Bu Xoşbulaq kəndi bildiyiniz kimi havasına görə, təbiətinə görə müalicəvi bir yerdir. Cəmaat bura gəlir istirahət üçün. Qardaş gələn istirahəti o gölü ziyarət edir. Gölü mənimsəyib kimsə şəxsi mənafe üçün balıq saxlatdırır orada. Bizneslə məşğuldur. Cəmaat qalmışıq çıxılmaz bir vəziyyətdə. Bilmirsən hara gedəsən, kimə deyəsən dərdini, nə cür eləyəsən. Belə Allahsızlıq olmaz. Mən müharibə iştirakçısıyam. Vətən, millət qorumaq adı gələndə bizi kimi kasıb küsub aparırlar müharibəyə. Amma halbuki torpaqdan istifadəyə gələndə tutub basırlar içəri. Haqna haqq tərimə yazırlar, döyürlər. Belə ədalət, belə qanun olar. Budur bax rengirimdir. Mənim qavırğama zədə salıblar. Mən apardılar polis şöbəsinə, məni apardılar, aparıblar. Bax bu rengirimdir. Bu aldığım kağızlardır mənim. Məni xeyir ola. Nəyə görə? Mən nə iş tutmuşam? Mən nəşəxoram, mən qumarbazam, mən nətkiyəm. Qardaş, mən niyə aparıb döyməlidirlər? Mən niyə aparıb döyməlidir? Nəyə görə kimsə məni aparmalıdır? Əlavə olaraq bir məni yox. Bu hadisə dəfələrlə olubdur. Kənd sakinlərinin bir neçəsində, tək mana yox. Hamı sorsa da bilərsiniz. Burada nə deyiriksə Allaha and olsun, hamısı həqiqətdir. Hamısı həqiqətdir. Heç bir şey yalan deyil. Birinin qohumu bir yerdə işləyir, gedib gələni anar duran deyirlər, sən qohumu işdən çıxardacaq. Biri bir yerdə işləyir, özü də nə vəzifəsində işləyir. Yarısı xadiməçi, süpürgəçi, axıranı. Bədbax uşağı, vicdanınız budurmu? Ədalətiniz budurmu? Qanununuz budurmu? Havağa kimi belə zulmla yaşayacaq. Da bizim itirəsə işlərimiz qalmır. Mənim qardaşım bu vətən uğrunda şəhid olur. Ağrov eşki mənim qardaşım şəhiddir. Mən hədə qorxu gəlməklə nağar edəcəklər. Mən öldürməklə onun hamımız öləcəkdən əvvəl axır. Bu işin havağa kimi belə olacaq. Bütün vicdanlı, qeyrətli dövlət məmurlarına buradan səslənirəm. Yəni bu çarəsizliyə, bu haqsızlığa, bu vicdansızlığa son qoyulsun. Ortalıqda bu polislərin yalanın dubinkasının altında ölmə verməsinlər. Artıq dərəcədə xahiş edirəm. Bizim bu çarəmizə, dərdimizə dərman eləsinlər. Bizim bu işimiz tapılsın. Niyə ağlayıram ki? Niyə ağlayıram ki? Mənim uşağımın nədir günahı? Gecə saat 2-də aparıblar müharibəyə. İndi bu torpaqda haqqı yoxdur mənim oğlumun. Yoxdur haqqı oğlumun. Demiş ki, buna haqsızlıqdır. Belə haqsızlıq olmaz. Bax o deməyimizin üstündə basıb bizi polis məmurları yəni aparıb orada da bir sutka saxlayıblar. Ellə beton üstə yatızdırıblar səhərə kimi. Səhərdə hərəmizə 50 manat cərimə yazıb 5 nəfərik. Buraxıblar çıxıb gəlir. Yəni dedikləri olub ki, səsinizi çıxartmayın. Ha, burada biz varıq. Bizdən başqa burada heç kim sözünü deyə bilməz. Bax bu torpaqlarımızı əlimizdən alıb varlı şəxslərə satırlar. Sürülərə satırlar. Bəs yaxşı, biz də insanıq, nə ilə dolanmalıyıq? Ya bizi Ermənistana sürsünlər, ya da torpağı onlara versinlər, onlar yaşasın. Biz nə edirik də burada yaşayıq? Acımızdan qırılırıq. Bir dənə bu torpaqdan biz istifadə edirik. Burada 9 ay qış olur. 3 ay yay olur, onu da qoymur bıçağına. Əhə də bir ev satır. Əhə də əvi evdən ayrı. Torpağı kim sata bilər, hə? 10 minə, 15 minə, 20 minə, nə bilir, gücü nəyə satır, onlar satır. Kim satır? Kimin nə işi var ki, gələ burada torpaq satır? Biz kim mal saxlayırıq, otlamağa yer yoxdur. Buzuyumuz qapıda qalıbdır. Mənim özümün qardaşım da veterandır. Atam da veterandır, oğlum da veterandır. Torpağı nə səbəbə qoruyub? Bunlardan ötürü qoruyub ki, 5-6 dənə kəndə əcdah bıraxıblar. Onlar satsın gitsin. Mən qadın xaylaq işləmirəm. 60 yaşım var. Nə pensiya vermir, nə məl saxlama, əkin eləmə, biçin eləmə. Bənə ilə dolanaq biz. Harar yararlı torpaqdır. Prokuror bunlar bizim torpaqdı satıblar. Buranı da satmağa çalışır. Cahamat döyür aparır, uşaqlarımızı dillənən kimi döyüb aparıb kepezə doldurur. Qanundur bu. Mən prezidentimdən xahiş edirəm. Bu işləri kim eləyirsə də onların tənbeyini o qılsın. Bizim gücümüz çatmır. Ya bizi olmur, baxmır bizə, biz Ermənistana sürsün. Qırır da ermənidir. Bunlar erməndən də pisdir. Bir dənə Əhədabiyev göndəribdir. Nə tərbatçıdır ki, ondan ayrı torpağı satırlar. Kimin nə ixtiyarı var ki, torpaq satır? 91-ci ildə qardaşım müharibədə olub. İndiki müharibədə də oğlum olubdur. Nədən ötürü qoruyurlar torpağı ki, qoy anamız, valideynimiz dolansın.
Onlardan ötürü kimi villa tikənlərdən ötürü qoruyublar torpağı. Villalar var, geçsinlər, öydə otursunlar, qoy biz də malımızı o tərəfdə dolanaq da, nə ilə dolanaq? Qırılırıq biz. Mən ət tapmıram, millən ət yemirəm. Adca yer 10.000 pres pul alır nazirlər. Kresloda belə oturub yerlənir. Bəsdir də pulu. Görənlərimiz nə gündədir, bizi qoymurlar dolanmağa. Nazirlərin qoyununu gətirib otarırlar. Nazir 10.000 pul alır, mən 10 qəpik pul almıram. Niyə nazirin qoyunu otlayır? Qoy kəs cəmaatı dolansın. Hörmətli prezidentimiz Allah rəhmət eləsin Heydər Əliyevə. Dedi ki, torpağı cəmaata ver, demədi villa tikənlərə ver, sürü saxlananlara ver. Otururlar bu stolun başında, torpaq sənin deyil, mənimdir deyib, satırlar başqasına, qoymur ki, bu xalq zahmat dolana. Bəli, bəylər xanımdır. Bilmərəm haranın bəyləri də, onun başçısınındır. Başçısının villasıdır. Bax, o da aşağıda da onun bəylərindir. Bəyləri, bax, buradan belə, bütün yəhlər, bax, gördün bu hasara, bax, belə bax. Demək, gedib, oturub, bu məmurun neyinə lazımdır ki? Kasıblar qalıb qıraqda, demək, bunun civini qorumalıyıq. Hasarın biri buradan gedib, o dərədən bilərlə qoyurlar, düzü gedib. Bəlkə də 20-30 hektar gedib. Əhəd Əbiyevin bircə dənəsi gedib torpaq qoruyur mu? Gəlib kreslavı oturub yeyib içib bizi döyüb qırır. Bir kətdən 10 dənə şəhid var. Kimdən ötürü gedib canlarını torpaqda qoyublar? Varılar yesin içsin. Videolarımızı vaxtında izləmək istəyirsinizsə, YouTube kanalımıza abunə olun.